UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Azərbaycanın təmsilçisi Sabahın rəqibi müəyyənləşib. Paytaxt təmsilçisi növbəti mərhələdə Danimarkanın Aarhus komandası ilə üz-üzə gələcək. Danimarka klubu 2-ci təsnifat mərhələsində Polşanın Lech komandasını dramatik mübarizədən sonra mübarizədən kənarlaşdırıb. İlk oyunda 4-1 hesabı ilə qalib gələn Lech cavab qarşılaşmasında eyni hesabla məğlub olub və ümumi hesab bərabərləşib. Qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Burada daha dəqiq oynayan Aarhus 4-3 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib və Sabahın rəqibi olub. İlk qarşılaşma avqustun 4-ü və ya 5-də Danimarkada, cavab oyunu isə avqustun 11-də Bakıda keçiriləcək. İndi bütün diqqətlər bu vacib dueldədir. Görəsən, Sabah bu çətin maneəni aşaraq UEFA Çempionlar Liqasının play-off mərhələsinə vəsiqə qazana biləcəkmi? Fikirlərinizi şərhlərdə bölüşün. Daha çox operativ futbol xəbərləri üçün kanalımıza abunə olmağı unutmayın.